23 fevral 2022-ci il Xarkov şəhəri, axşam saatları. İnsanlar əylənir, həyatın dadını çıxardır. Lakin heç anlamırlar ki, cəmi bir neçə saat sonra Rusiya Ukraynaya hücum eləyəcək. Gəlin görək 4 illik müharibədə nə dəyişildi, hansı hadisələrlə yadda qaldı. 24 fevralda Qastomel uğrunda döyüşlər başlayır. Qastomeldə Antonov aeroportu yerləşir. Antonov aerodromu Kiyevin təxminən 25 kilometrində yerləşir və burada desant çıxardıb Kiyevə uğru irəliləmək çox asan olurdu. Lakin plan pozulur. Ukrayna silahlı qüvvələri uçuş zolaqlarını sıradan çıxardır. Bu döyüşdə Ruslar Qastomeldən çəkilməyə məcbur olurlar və Ukraynalılar qələbə qazanır. Bu döyüş Ukraynalılara ruh heyranlığı verir. Beynəlxalq reaksiya. Avropa ölkələri Rusiyanın bu hərəkətini pisləyir və Rusiyaya qarşı sanksiyalar tətbiq edirlər. Ukraynaya silah yardımı göstərməyə başlayırlar. Çoxlu sayda Ukrayna vətəndaşları Avropa ölkələrinə qaçqın düşürlər. İnsanlar panikada öz evlərini tərk edirlər. Gəlin biraz da bəzi şəhərlər uğrunda döyüşlərdən danışaq. Baxmut uğrunda döyüşlər bir neçə ay davam edir. Bir neçə aydan sonra Ruslar şəhəri ələ keçirməyə bacarır və şəhərdə demək olar ki, bütün binalar yerlə bir edilir. Şəxsən mənə Baxmut uğrunda döyüşlər Stalingrad döyüşlərini xatırladır. Dağıntılar və çoxlu itkilər. Ruslar martın 2-si Xersonu işğal eləməyə bacarır. Lakin noyabrın 11-i Ukraynanın əks hücumu nəticəsində 2022-ci ildə Xerson şəhəri işğaldan azad olunur. Bu isə əhalinin Ukrayna ordusunu qarşılamağıdır. Xarkov uğrunda döyüşlər. Xarkov şəhər Rusiya-Ukrayna sərhədinin təxminən 35 kilometrində yerləşir. Bu şəhər uğrunda da döyüşlər gedir. Lakin Xarkov Rusların əlinə keçmir. 2022-ci ilin payız əks hücumunda Ukrayna silahlı qüvvələri Xarkov bölgəsinin böyük bir hissəsini işğaldan azad edir. Mariupol uğrunda döyüşlər. Mariupol Ukraynanın Azov dənizinin sahilində yerləşən bir şəhərdir. Mariupol ilk günlərdə mühasirəyə alındı. Şəhərdə elektrik, su və rabitə kəsildi. Minlərcə insan həlak oldu. Şəhər uzun müddət dözsə də 20 may 2022-ci ildə Rusiya silahlı qüvvələrinin işğalı altına keçdi. Müharibə getdikcə Ukraynalılar da Rusiyaya zərbələr endirməyə başladılar. Ukraynalılar Rusiyanın neft zavodlarına çoxlu zərbələr endirdilər və bu bəzən neft zavodlarının bir müddətlik sıradan çıxartmağına gətirib çıxarırdı. Ukraynalılar isə Rus gəmilərini hədəf almağa başlayırlar. Ən yadda qalan gəmilərdən biri isə Kreyser Moskva olur. Qara dənizin flaqmanı. Neptun raketindən atəşindən sonra bu gəmi batırılır. Daha sonra SBU Pauçin əməliyyatı keçirir və bunun nəticəsində Rusiyanın bir neçə çox vacib strateji bombardmanları məhv edilir ya da sıradan çıxardılır. Bu təyyarələrin içində Tu-160, Tu-95 və Tu-22 kimi çox vacib bombardmanlar da olur.